İmtahanlara ən çox düşən suallardan birinə baxaq. Bizə deyir ki, A-nın hansı natural qiymətində bu kəsrin cavabı natural ədəd olar? Misala baxsaq görərik ki, A həm surətdə, həm də məxrəcdə var. Biz A-ya natural qiymətlər seçmək üçün burada bir məxrəc və surət arasında əlaqə yaratmalıyıq. Əks halda biz bilmərik ki, A-ya hansı natural qiymətləri verək. Çünki natural ədədlər özləri sonsuz saydadır və burada qiymət yoxlamaq imtahanda vaxtımızı alır. Ona görə də dediyimiz kimi məxrəc və surətdəki ifadələr arasında əlaqə yaratmağa çalışaq. Məxrəcdə nə yazılıb? A üstəgələk 1. Surətdə isə 3A görürük. Burada 1A, burada isə 3A'dır. Yəni düşünə bilərik ki, məxrəcdəki ifadəni 3-ə vurmaq istəyirlər. Amma A üstəgələk 1-i 3-ə vursaydılar nə alınmalıydı? Yazıram 3 vurulsun A üstəgələk 1. Bunun açılışı 3-ü həm A'ya, həm də 1-ə vururuq. Olmalıydı ki 3A üstəgələk 3. Amma misalda 3A çıxılsın 1 yazılıb. Bizə isə lazımdır ki, müsbət 3 olsun. Yəni müsbət 3-ü burada yazmağa çalışaq. Deməli, 1-in əvəzinə nə yaza bilərik? Bərabərdir. Məxrəcə olduğu kimi yazıram. A üstəgələk 1. Surətdə də istəyirəm ki, 3A üstəgələk 3 olsun. Amma misalın özündə nə idi? Mənfi 1 idi. Biz bu 3-ün üzərinə nə əlavə etsək, ya nə çıxsaq, mənfi 1 alınar. Yəni misalın özü dəyişməz. Düşünə bilərik ki, burada əgər 3-dən 4 çıxsaydı, mənfi 1 alınır. Bunu yazaraq həm misalı dəyişmədik, yenə də 3 çıxaq 4 mənfi 1-i verir. Amma misalı daha rahat hesablamaq üçün, A-nın qiymətlərini rahat görə bilmək üçün daha uyğun şəklə gətirdik. İndi biz burada nə edə bilərik? 3A üstəgələk 3-ü və mənfi 4-ü ayıraq. Və məxrəc eyni olduğu üçün, məxrəc A üstəgələk 1-dir. Bir dəfə surətində 3A üstəgələk 3 yazaram. Çıxma olduğu üçün çıxılsın. Burada surət 4, məxrəc də yenə eyni oldu. Yəni, mən bu kəsri 2 dənə məxrəcləri eyni olan, məxrəcləri A üstəgələk 1 olan kəsirlərin fərqi kimi göstərdim. İndi biz demişdik ki, 3A üstəgələk 3 nə deməkdir? 3A üstəgələk 3, A üstəgələk 1-in 3 mislidir. Bunları biz ixtisar edə bilərik və orada 3 cavabı alınır. Bərabərdir 3 çıxılsın, 4 bölünsün, A üstəgələk 1. Burada ən son kəsir qaldı. Amma bizə deyilmişdi ki, misalın cavabı natural ədəd olsun. 4-ü hansı ədədlərə bölsək natural ədəd olar? Yəni tam bölünər, kəsir qalmaz. A-ya qiymətlər seçə bilərik. A bərabərdir. Və A-nın özü də natural ədəd olunmasını istəyirdi. Bir qiyməti versən, 1-in üstünə 1 gəl, 2. 4 2-yə tam bölünür, 2 olur. Və 3-dən də o 2-ni çıxanda cavabın özü də natural ədəd olur. Yəni A-ya 1 yaza bilərsən. Sonra A-ya 2 qiyməti yazsaq, 2-nin üstünə 1 gələndə 3, 4 3-ə tam bölünmür, kəsir olar. Ona görə 2-ni yazmırıq. Sonra 3 yoxlayaq. 3-ün üstünə 1 gələndə 4, 4-ü 4-ə böləndə 1 və 3-dən 1 çıxanda da misalın cavabı da natural ədəd olur. Yəni A-ya 3 qiyməti də yaza bilərik. Daha böyük qiymətlər versək, burada 4 özündən böyük ədədə tam bölünməyəcək, kəsir qalacaq. Ona görə də artıq növbəti ədədləri yoxlamağa ehtiyac qalmayacaq. Buna görə biz deyə bilərik ki, bu ifadə A-nın 1 və 3 natural qiymətlərində natural cavab alacaq.